Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bu gün sertifikasiya üzrə bir neçə nümunə sualların izahı ilə tanış olacağıq. Sualların PDF formasını Telegram qrupumuzdan əldə edə bilərsiniz. Birinci sual: xəritə sxemə əsasən fiziki coğrafi rayonların adlarını müvafiq olaraq müəyyən edin. Burada 1 rəqəmi ilə Gəncə fiziki coğrafi rayonu, 2 rəqəmi Küdrü Şirvan fiziki coğrafi rayonu, 3 rəqəmi Lənkəran, 4 Ceyrançol Acınuxur, 5 Qanıxəyri çay, 6 Qarabağ vulkanik yaylası fiziki coğrafi rayonlarıdır. Cavabları uyğunlaşdıraq. 1 Gəncədir, 2 Dağlıq Şirvan yox, Küdrü Şirvandır. A yanlışdır. B variantı 2 Küdrü Şirvan, 5 Qanıxəyri çay, 6 Qarabağ vulkanik yaylası. B doğrudur. Digər cavablara baxaq. 1 Ceyrançol Acınuxur deyil, yanlışdır. 3 Talış deyil, yenə yanlışdır. Y variantında 3 Lənkərandır. 5 Zaqatala Lahıcı yox, Qanıxəyri çaydır. Y variantı da yanlış cavabdır. İkinci suala baxaq. Düzən meşə landşaftının formalaşdığı fiziki coğrafi rayonları müəyyən edin. Düzən meşə landşaftı ərazinin rütubətli olması və şirin yeraltı suların səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq formalaşır. Bu meşə landşaftına, yəni düzən meşə landşaftına respublikamızda Samur Dəvəçi, Qanıxəyri çay və Lənkəran fiziki coğrafi rayonlarının ərazisində rast gəlmək mümkündür. Doğru cavab 1, 2, 3 C variantı olacaq. Üçüncü suala baxaq. Tektonik zonalara uyğun gəldiyi fiziki coğrafi rayonları müəyyən edin. Ön Qafqaz tektonik çökmə zonasında Samur Dəvəçi fiziki coğrafi rayonu yerləşir. 1-ə B uyğundur. Kür tektonik çökmə zonasında Qazax Qarabağ fiziki coğrafi rayonu yerləşir. 2-yə A. Kiçik Qafqaz tektonik qalxma zonasında isə Həkəri fiziki coğrafi rayonu yerləşir. 3-ə C uyğundur. Sualımızın doğru cavabı olacaq 1B, 2A, 3C, Y variantı olacaq. Keçək 4-cü suala. Müvafiq olaraq Azərbaycanın fiziki coğrafi rayonlaşdırılmasına əsasən ölkə, bu ölkəyə daxil olan vilayət və fiziki coğrafi rayonun düzgün ardıcıllığını müəyyən edin. Bilirsiniz ki, ölkəmizin fiziki coğrafi rayonlaşdırılması aparılanda bura 2 ölkəyə aid olur. Qafqaz ölkəsi və Ön Asiya ölkəsi. Qafqaz ölkəsinə Böyük Qafqaz, Lənkəran, Kiçik Qafqaz və Kür dağarası çökəkliyi vilayətləri aiddir. Ön Asiya ölkəsinə isə Orta Araz təbii vilayəti aid olur. Buna əsasən cavabımızı uyğunlaşdıra bilərik. Daha rahat tapmaq üçün Ön Asiya ölkəsi üzərindən cavabımızı axtaraq, Ön Asiya ölkəsinə demişdik Orta Araz aiddir, 2-yə 3 və bura aid olan fiziki coğrafi rayon isə Şərur Ordubad fiziki coğrafi rayonudur. Deməli 2-yə 3 və A uyğun gəlməlidir. Bunu biz D variantında və C variantında görürük. Digər hissələri də yoxlayaq. C variantında 1-ə 1 Böyük Qafqaza, daha doğrusu Qafqaz ölkəsinə Böyük Qafqaz və Qanıxəyri çay fiziki coğrafi rayonu verilibdir. Bilirsiniz ki, Qanıxəyri çay fiziki coğrafi rayonu Böyük Qafqaz yox, Kür dağarası çökəkliyinə aiddir. Ona görə C variantı yanlışdır. Doğru cavab olacaq D variantı. Onu da yoxlayaq. Böyük Qafqaza, daha doğrusu Qafqaz ölkəsinə Kür dağarası çökəkliyi və Arazboyu fiziki coğrafi rayonu uyğundur. Cavab D variantıdır. Keçək 5-ci suala. Yarımsəhra quruçöl landşaftında yerləşən gölü və bu gölün yerləşdiyi fiziki coğrafi rayonu müəyyən edin. Candar göl yarımsəhra quruçöldədir, ancaq mərkəzi Aranda yox, Ceyrançol Acınuxur fiziki coğrafi rayonundadır. A variantı yanlışdır. B variantı Acınuxur Qanıxəyri çayda deyil, Ceyrançol Acınuxurdadır. C variantı Sarısu mərkəzi Arandadır. Bu doğru cavabdır. Həm də yarımsəhra quruçöl landşaftında yerləşir. D variantı Ağzı Birçala gölü Qobustan Abşeronda yerləşmir. Yanlış cavabdır. Y variantında Böyük Alagöl ümumiyyətlə yarımsəhra landşaftına uyğun deyil. Y variantı da yanlışdır.
6-cı suala baxaq. Qonaqkənd fiziki coğrafi rayonu ilə Zaqatala-Lahıc fiziki coğrafi rayonunun oxşar xüsusiyyətlərini müəyyən edin. Birinci, mülayim isti iqlimin bərabər rütubətli yarımtipi formalaşmışdır. Hər ikisinin ərazisində mülayim isti iqlimin bərabər rütubətli tipi formalaşır. Bir, doğrudur. Oxşar cəhətdir. 2. Abrazyon düzənliklər geniş yayılmışdır. Abrazyon düzənliklər dəniz sahili ərazilər üçün xarakterlikdir. Qonaqkənddə az miqdarda bunu görmək olar, ancaq Zaqatala-Lahıcda ümumiyyətlə abrazyon düzənliklərə rast gəlinmir. 2. Ortaq xüsusiyyət deyil. 3. Dağlıq Şirvan fiziki coğrafi rayonu ilə qonşuluq mövqeyindədir. Bu, hər ikisi üçün ortaq cəhətdir. Dağ meşələrindən yuxarıda yay otlaqları yayılmışdır. Bu da oxşar xüsusiyyətdir, çünki hər ikisində dağ meşələrindən sonra alt çəmənlikləri yerləşir. 5. Qışı mülayim keçən yarımsəhra iqlim şəraitində suvarma əkinçiliyi inkişaf etmişdir. Bu da Zaqatala-Lahıc üçün uyğun xüsusiyyət deyil, fərqli xüsusiyyətdir. 6. İki xarici ölkə ilə həmsərhəddir. Burada Qonaqkənd fiziki coğrafi rayonu yalnız Rusiya Federasiyası ilə, Zaqatala-Lahıc fiziki coğrafi rayonu isə Rusiya Federasiyası, həmçinin də az miqdarda Gürcüstan Respublikası ilə sərhəd mövqeyindədir. Bu da fərqli cəhət olur. Doğru cavab A variantıdır. 1, 3 və 4. Keçək 7-ci suala. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi fiziki coğrafi rayona uyğun gələn xüsusiyyətləri müəyyən edin. Verilən iqlim diaqramı 10-cu sinif coğrafiya dərsliyində öz əksini tapır. Bu iqlim diaqramı Kəlbəcər istisu məntəqəsi üçün xarakterlikdir. İqlim tipi olaraq qışı quraq keçən soyuq iqlimə aiddir və bu məntəqə Qarabağ vulkanik yaylası fiziki coğrafi rayonunda yerləşir. Bura uyğun gələn xüsusiyyəti cavablar arasından seçək. A variantı, suvarma kanalları və kollektor drenaj şəbəkəsi inkişaf etmişdir. Verilən formalar, yəni həm suvarma kanalları, həm də kollektor drenaj şəbəkəsi düzən ərazilər üçün xarakterlikdir. A variantı yanlışdır. B variantı, Ağgöl və Sarısu gölünün yerləşdiyi əraziyə uyğun gəlir. Ağgöl və Sarısu gölləri Kür-Araz ovalığında yerləşir və onlar Kiçik Qafqaz dağları üçün uyğun deyillər. B variantı yanlışdır. Yarımsəhra quruçöl landşaftı formalaşmışdır. Bu da yanlışdır. Soyuq iqlimdə yarımsəhra landşaftı formalaşmaz. Qış otlaqları geniş yayılmışdır. Bu ərazi üçün dağlıq olduğuna görə qış otlaqları yox, yay otlaqları səciyyəvi ola bilər. D variantı da yanlışdır. Y variantı, Tərtərçay və Həkəri çaylarının mənbəyi yerləşir. Bu doğrudur. Həm Tərtərçay, həm də Həkəri çayları öz mənbələrini Qarabağ vulkanik yaylasından götürürlər. Doğru cavab Y variantıdır. Keçək 8-ci suala. Kür çökəkliyi fiziki coğrafi vilayətində mülayim isti iqlimin müşahidə olunduğu fiziki coğrafi rayonu və bu rayona aid əlaməti müəyyən edin. Qazax Qarabağ fiziki coğrafi rayonu ərazisi Qarabağ və Şirvan kanalları ilə suvarılır. Qazax Qarabağın ərazisi Qarabağ kanalı ilə suvarılır, ancaq Şirvan kanalı ilə suvarılmır. A variantı yanlışdır. B variantı, Dağlıq Şirvan, Şoran və Şorakətli torpaqlar geniş yayılıb, yanlışdır. C variantı, Qanıq Əyriçay qış ayları quraq keçir. Bu doğrudur. Qanıq Əyriçay fiziki coğrafi rayonunun ərazisində qışı quraq keçən mülayim isti iqlim tipinə rast gəlinir. Sualın doğru cavabı C variantıdır. Digər cavabları da yoxlayaq. Arazboy fiziki coğrafi rayonunda Hərəmi və Muğan düzlərini əhatə edir. Hərəmi düzü yerləşir, ancaq Muğan düzü bura üçün uyğun deyil. Y variantı, Mərkəzi Aran, paleogen yaşlı süxurlar geniş yayılıb. Mərkəzi Aranda həm mülayim isti iqlim tipinə rast gəlinmir, həm də paleogen yaşlı süxurlar da burada geniş yayılmamışdır. C variantının doğru olduğu öz əksini tapdı. 9-cu suala baxaq. Xəritə sxemdə AB xətti boyunca formalaşan iqlim tiplərinin müvafiq sırasını müəyyən edin. Yəni A-dan B-yə doğru. Baxırıq ki, A məntəqəsi Böyük Qafqaz dağlarının yüksək dağlıq hissəsində, B məntəqəsi isə Kür-Araz ovalığında yerləşir. Biz bilirik ki, Kür-Araz ovalığından Qafqaz dağlarının uca zirvələrinə doğru yarım səhra,
mülayim isti, soyuq, daha sonra dağ tundra iqlim tipləri bir-birini əvəz edir. Burada isə iqlim tiplərini A-dan B-yə doğru sıralamaq lazımdır. Bu sıralama belə olacaq. Dağ tundra, sonra soyuq, daha sonra mülayim isti, ən sonda isə yarım səhra quru çöl iqlim vilayətləri. Doğru cavabımız olacaq 2, 1, 3, 4. Yəni A variantı. 10-cu suala baxaq. Xəritə sxemə əsasən paleogen və Yura yaşlı süxurların geniş yayıldığı müvafiq fiziki coğrafi rayonlar. Paleogen yaşlı süxurların geniş yayıldığı fiziki coğrafi rayonlara biz Naxçıvan ərazisini və Talış dağlarını misal göstərə bilərik. Burada Naxçıvandan heç bir məntəqə göstərilməyib, ancaq Talış dağları verilib. Birinci paleogenə uyğun gələn fiziki coğrafi rayon Talış dağları. Yura yaşlı süxurlar isə Respublikamızın yüksək dağlıq ərazilərində özünü göstərir. Bu isə Qonaq-kənd fiziki coğrafi rayonuna uyğundur. Yəni, ikinci fiziki coğrafi rayon. Doğru cavabımız olacaq C variantı. 11-ci sual. Lənkəran fiziki coğrafi vilayəti ilə Orta Araz fiziki coğrafi vilayətinin oxşar cəhətləri. Birinci, iki xarici ölkə ilə sərhədə malikdir. Lənkəran fiziki coğrafi vilayəti yalnız bir ölkə ilə, yəni İran İslam Respublikası ilə sərhədə malikdir. Orta Araz fiziki coğrafi vilayəti isə İran İslam Respublikası, Türkiyə Respublikası və Ermənistan ilə həmsərhəddir. Yəni 3 ölkə ilə həmsərhəddir. Bu oxşar cəhət olmaz. İkinci, çayları Xəzər hövzəsinə aiddir. Həm Lənkəran, həm də Orta Arazın çayları Xəzər hövzəsinə aiddir. Bu doğru xüsusiyyətdir. Yəni oxşardır. 3. Suvarma əkinçiliyi inkişaf etmişdir. Hər ikisində bəli, suvarma əkinçiliyi inkişaf etmişdir. 3 də ortaq cəhətdir. 4. Vulkanik süxurlara rast gəlinir. Həm Lənkəran fiziki coğrafi vilayətində Talış dağlarında, həm də Orta Araz vilayətində Naxçıvan ərazisində vulkanik süxurlara rast gəlmək mümkündür. 4 də oxşar cəhətdir. 5. Mezozoy erasının Trias çöküntülərinə rast gəlinir. Bu çöküntülərə Naxçıvan, Orta Araz fiziki coğrafi vilayətində rast gəlinir, ancaq Lənkəranda rast gəlinmir. 6. Hündürlük amplitudası 3000 metrdən çoxdur. Bu da Orta Araz fiziki coğrafi vilayətinə uyğun xüsusiyyətdir, ancaq Lənkəran üçün uyğun xüsusiyyət deyil. Doğru cavab olacaq D variantı 2, 3 və 4. Keçək 12-ci suala. A fiziki coğrafi rayonu şimaldan həm dağlıq Şirvanı ilə, həm də Acnoxur Ceyrançöl fiziki coğrafi rayonu ilə həmsərhəddir. Ərazisindən Şirvan kanalı keçən bu rayonda düzənlik relyef xarakterikdir. Verilənlərə əsasən fiziki coğrafi rayonun xüsusiyyətlərini müəyyən edin. Biz ilk öncə fiziki coğrafi rayonun özünü müəyyənləşdirək. Bu əlbəttə ki, Küdrü Şirvan fiziki coğrafi vilayətidir. Onun ərazisindən Şirvan kanalı keçir və şimaldan bu fiziki coğrafi rayon Dağlıq Şirvan və Acnoxur Ceyrançöl ilə əhatələnmişdir. İndi Küdrü Şirvan fiziki coğrafi rayonuna uyğun gələn xüsusiyyətləri müəyyənləşdirək. Birinci, yarımsəhra quruçöl iqlim tipi xarakterikdir. Bu doğrudur əlbəttə ki. 2. Relyefində gətirmə konusları müşahidə olunur. Bu da doğrudur. Gətirmə konusları çayların dağdan düzənliyə çıxdığı ərazilərdə formalaşır və Küdrü Şirvan fiziki coğrafi rayonu da Böyük Qafqaz dağları ilə Kür çökmə zonasının qovuşduğu ərazidə yerləşir. 2 doğrudur. 3. Ərazisi bütövlükdə okean səviyyəsindən aşağıda yerləşir. Bütövlükdə xeyr, bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. 3 yanlışdır. Acnoxur və Candargöl burada yerləşir. Acnoxur və Candargöl Ceyrançöl Acnoxur fiziki coğrafi rayonunda yerləşir. Küdrü Şirvan üçün xarakterik deyil. Düzən meşələri ərazidə geniş sahə tutur. Xeyr, geniş sahə tutmur. Əkinçilik süni suvarma şəraitində inkişaf etmişdir. Bu doğrudur. 6 doğru xüsusiyyətdir. Doğru cavabımız olacaq D variantı 1, 2 və 6. 13-cü sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Fiziki coğrafi rayon, onun iqlim yarım tipi və ərazisində yerləşən qoruq və ya milli parklar göstərilib. Cavabları uyğunlaşdıraq. A variantı
Acınoxur ceyran çöl, qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi doğrudur. Eldar Şamı ərazisindəki qoruqdur, bəli. A variantı sualın doğru cavabı olacaq. Digər cavabları da yoxlayaq. B variantı Zaqatala Lahıc, yayı quraq keçən soyuq iqlim Zaqatala Lahıcda mövcud deyil. B variantı yanlışdır. C variantı Qarabağ vulkanik yaylası, bütün fəsillərdə bol rütubətli soyuq iqlim burada mövcud deyil. C variantı da yanlışdır. Samur dəvəçi, yayı quraq keçən mülayim isti iqlim əlbəttə ki burada yoxdur. Bura yarımsəhra iqlim şəraitindədir. Y variantı Ködürü Şirvan, qışı quraq keçən soyuq iqlim xeyr. Burada yarımsəhra iqlim şəraitindədir. Y variantı da yanlışdır. 14-cü suala baxaq. Xəritə sxemə əsasən doğru olmayan bəndi müəyyən edin. Sağ tərəfdə Böyük Qafqaz vilayətinin fiziki coğrafi rayonları göstərilib. Onlara cavablardan uyğun olmayan xüsusiyyəti müəyyənləşdirək. A variantı 4-cü fiziki coğrafi rayon, yəni Zaqatala Lahıc fiziki coğrafi rayonu il boyu rütubətli iqlim yarım tipləri müşahidə olunur. Bu doğrudur. Həm soyuq, həm də mülayim isti iqlimin burada bərabər rütubətli tipləri yerləşir. 6 deməli doğru olmayan bənd deyil. B variantı 2 yarımsəhra quru çöl iqlimində düzən meşələri formalaşmışdır. Bu doğrudur. Samur dəvəsi fiziki coğrafi rayonunda yarımsəhra quru çöl iqlim şəraitində düzən meşələri formalaşıb. C variantı 3-cü fiziki coğrafi rayonda hündürlüyə doğru dağ meşələrindən sonra dağ çəmənləri yayılmışdır. Bura Qonaqkənd fiziki coğrafi rayonudur və burada yüksəyə doğru qalxdıqca dağ meşələri və dağ çəmənləri bir-birini əvəz edir. 3 də doğru bənd olduğu üçün biz götürmürük. Bizə doğru olmayan fikir lazımdır. 1-ci fiziki coğrafi rayon Qobustan Abşerondur. Niyaldağ və Ləngəbiz silsilələrinin cənub-qərb yamacı ərazisində yerləşir. Cənub-qərb yox, az miqdarda cənub-şərq hissələri yerləşir. D variantı doğru olmayan bənddir. Biz bu bəndi sualın doğru cavabı kimi qəbul edirik. 5-cini də yoxlayaq. 5 cənubundan Ködürü Şirvan fiziki coğrafi rayonu ilə həmsərhəddir. Deməli, burada Dağlıq Şirvan fiziki coğrafi rayonu verilib və o cənubdan həqiqətən də Ködürü Şirvan fiziki coğrafi rayonu ilə həmsərhəd mövqeyə malikdir. Y variantı da doğru olduğu üçün biz qəbul etmirik. Sualın doğru cavabı D variantıdır. Növbəti suala baxaq. 15-ci. Mənsəbi Şərur Ordubad fiziki coğrafi rayonunda yerləşən çayların Lənkəran fiziki coğrafi rayonundakı çaylardan fərqli xüsusiyyətlərini müəyyən edin. 1-ci. Mənsəblərində yarımsəhra quru çöl iqlim tipi müşahidə olunur. Bu Şərur Ordubad üçün doğru xüsusiyyətdir. Ancaq Lənkəran üçün doğru deyil. Çünki Lənkəranda yerləşən çayların mənsəbi mülayim isti iqlim şəraitindədir. Bu fərqli xüsusiyyətdir. Qəbul edirik. 2. Eroziya bazisi okean səviyyəsindən yuxarıda yerləşir. Bu da Şərur Ordubad üçün doğrudur. Çünki Şərur Ordubadın ərazisi relyef xüsusiyyətlərinə görə dünya okean səviyyəsindən yüksəkdədir. Əlbəttə ki, burada yerləşən çayların mənsəbi də okean səviyyəsindən yüksəkdə olmalıdır. Ancaq Lənkəran ovalığından axan çayların mənsəbi birbaşa Xəzər dənizidir və bu ərazi okean səviyyəsindən aşağıda yerləşir. Deməli, bu verilən fiziki coğrafi rayonların fərqli xüsusiyyətidir. Qəbul edirik. 3. Bütün çaylar daxili axarsız hövzəyə aiddir. Bu ortaq cəhətdir. Ümumiyyətlə, Respublikamızın bütün çayları daxili axarsız hövzəyə aiddir. Bu oxşar cəhət olduğu üçün qəbul etmirik. 4-cü. Palçıqlı sellər baş verir. Şərur Ordubad üçün uyğun xüsusiyyətdir. Ancaq Lənkəran fiziki coğrafi rayonu üçün uyğun xüsusiyyət olmadığına görə bu da fərqli xüsusiyyət olur. 5-ci. Su toplayıcı hövzəsində dağ kisorofit bitkilər müşahidə olunur. Bu həm Lənkəran zonasından axan çaylar, həm də Şərur Ordubad zonasından axan çaylar üçün oxşar xüsusiyyətdir. 6. Kisliyi ərazidə paleogen yaşlı süxurlar yayılmışdır. Bu da həm Şərur Ordubad üçün, həm də Lənkəran çayları üçün oxşar xüsusiyyətdir. O zaman 6-nı da biz qəbul etmirik. Doğru cavab olacaq 1, 2 və 4 A variantı. Keçirik 16-cı suala. Xəritə sxemə əsasən ştrixlənmiş
fiziki coğrafi rayonların ümumi xüsusiyyətini müəyyən edin. A variantı Günəş radiasiyasının ən çox müşahidə olunduğu ərazidir. Bu fərqli xüsusiyyətdir. Xəritə sxemində göstərilən fiziki coğrafi rayonlar Günnüt, Qapıcıq və Talış fiziki coğrafi rayonlarıdır. Günəş radiasiyasının ən çox müşahidə olunduğu ərazi elə Günnüt, Qapıcıqdır. Yəni Talış dağları üçün bu xüsusiyyət ortaq deyil, ümumi xüsusiyyət deyil. A variantı yanlışdır. B variantı Qarabağ vulkanik yaylası ilə eyni tektonik zonada yerləşir. Qarabağ vulkanik yaylası Kiçik Qafqaz tektonik qalxma zonasındadır. Həmçinin Naxçıvan ərazisində Günnüt, Qapıcıq və Talış dağları fiziki coğrafi rayonları da Kiçik Qafqaz qalxma zonasına aiddir. Bu sualımızın doğru cavabıdır. Digər cavablara baxaq. Mezozoy erasının süxurlarına rast gəlinmir. Bu fərqli xüsusiyyətdir. Naxçıvan ərazisində Günnüt, Qapıcıqda biz Mezozoy erasının süxurlarına rast gəldiyimiz halda Talış dağlarında rast gəlmirik. D variantı ərazisindən axan bütün çaylar Kür hövzəsinə aiddir. Bu Günnüt, Qapıcıq üçün doğru xüsusiyyətdir. Ancaq Talış dağlarından axan çaylar birbaşa Xəzər dənizinə tökülür. Bu da fərqli xüsusiyyət oldu. Y variantı qonşu olduğu fiziki coğrafi rayonlarla sərhədi yüksək dağlıq ərazilərdən keçir. Bu da oxşar xüsusiyyət deyil. O zaman doğru cavabımız B variantı olaraq qalır. 17-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Burada doğru üstünün altından doğru fikirləri, yanlış üstünün altından yanlış fikirləri seçib sualımızın doğru cavabını müəyyənləşdirək. Birinci, Şərq çinarının mühafizə olunduğu qoruq Qarabağ fiziki coğrafi rayonunun şimal-şərq hissəsindədir. Bu Bəsit çay qoruğudur əlbəttə ki və o Qarabağ fiziki coğrafi rayonunun şimal-şərq hissəsinə yox, cənub-qərb hissəsinə uyğun gəlir. Bu yanlışdır. 2. Acnohur Ceyrançöl fiziki coğrafi rayonunda Eldar Şamı qoruğu yerləşir. Bu doğru xüsusiyyətdir. 3. Su quşlarının mühafizə olunduğu qoruq Küdrü Şirvan fiziki coğrafi rayonunda yerləşir. Küdrü Şirvanda ümumiyyətlə belə bir qoruq mövcud deyil. 3 yanlışdır əlbəttə ki. 4. Palçıq vulkanları rütubətlənmə əmsalının vahiddən böyük olduğu Qobustan-Abşeron fiziki coğrafi rayonunda qorunur. Bu da yanlış fikirdir. Çünki Qobustan-Abşeronda rütubətlənmə əmsalı vahiddən böyük yox, vahiddən kiçikdir. Yanlış olduğu üçün götürürük. 5. İlisu mühafizə obyekti Zaqatala-Lahıc fiziki coğrafi rayonunda yerləşir. Bu doğrudur. 6. Qaragöl qoruğunun yerləşdiyi Qarabağ vulkanik yaylasında dağ meşə landşaftı qorunur. Burada dağ meşə landşaftı yox, gölətrafı landşaft, yəni dağ çəmən landşaftı qorunur. 6 da yanlış fikir olduğu üçün qəbul edirik. Sualımızın doğru cavabı 2, 4 və 6-cı bəndlər, yəni A variantıdır. Keçək 18-ci suala. Euler-Venn diaqramında verilmiş fiziki coğrafi rayonlara əsasən uyğun bəndləri müəyyən edin. Həkəri fiziki coğrafi rayonu ilə Lənkəran fiziki coğrafi rayonu verilib, xüsusiyyətləri uyğunlaşdıraq. Birinci, daha çox fiziki coğrafi rayonla həmsərhəd mövqeydədir. Bu Həkəriyə aiddir. Həkəri 3 fiziki coğrafi rayonla, Lənkəran isə 2 fiziki coğrafi rayonla həmsərhəddir. Lənkəranın sərhəd olduqları Talış dağları və Mərkəzi Arandır. Həkərinin sərhəddə yerləşdikləri isə Qarabağ vulkanik yaylası, Qarabağ dağları və Arazboyu fiziki coğrafi rayonlardır. Deməli 1-1-ə aid olacaq. Kür dağarası çökəkliyi vilayəti ilə həmsərhəddir. Bu hər ikisinin ortaq cəhətidir. 3-ə 2 aiddir. Sitrus meyvəçiliyi və faraj tərəvəzçilik inkişaf etmişdir. Bu əlbəttə ki, Lənkərandır. 2-yə 3. Rütubətli iqlim şəraitində sarı torpaqlar formalaşmışdır. Bu da Lənkəran üçün oxşar xüsusiyyətdir. Yazı yaylası burada yerləşir. Bu Həkəri fiziki coğrafi rayonudur. 1-ə 5 aid olur. Dağ tundra iqlimi müşahidə olunmur. Hər ikisində müşahidə olunmadığı üçün ortaq cəhət olur. 3-ə 6. Deməli, doğru cavabımız olacaq 1-ə 5, 2-yə 1-ə 1, 5 daha doğrusu, 2-yə 3, 4, 3-cüyə 2 və 6.
Cavab B variantıdır. Növbəti suala baxaq. 19-cu sual. Ərazisinin bir hissəsi Acnohur Ceyrançol fiziki coğrafi rayonu daxilində yerləşən iqtisadi rayonlar. Mərkəzi Aran bir qədər uyğun gəlir. Şəki-Zaqatala uyğun gəlir, ancaq Abşeron xızı uyğunluğu pozur. B variantı Gəncə Daşkəsən uyğun gəlir. Mərkəzi Aran bir qədər uyğun gəlir. Quba Xasmaz uyğunluğu yenə pozur. C variantında Qarabağ uyğunluğu pozur birbaşa. D variantında Milmuğan uyğunluğu pozur. Y variantı Qazax Tovuz, Gəncə Daşkəsən və Şəki-Zaqatala iqtisadi rayonlarının ərazisi Acnohur Ceyrançol fiziki coğrafi rayonunun ərazisi ilə üst-üstə düşür. Doğru cavab Y variantıdır. 20-ci suala baxaq. Doğru fikirləri müəyyən edin. 1. Kiçik Qafqaz tektonik qalxma zonasında mülayim isti iqlimin bərabər rütubətli yarımtipi formalaşır. Bu doğru xüsusiyyətdir. Nəyə görə? Çünki Kiçik Qafqaz tektonik qalxma zonasından söhbət gedir burada və bura Talış dağları da aiddir. Talış dağlarının da ətəyində mülayim isti iqlimin bərabər rütubətli tipi formalaşır. Bir doğru xüsusiyyətdir. 2. Zaqatala Lağız və Gəncə fiziki coğrafi rayonlarında mülayim isti iqlimin eyni yarımtipi müşahidə olunur. Bu yanlışdır. Ancaq Zaqatala Lağız ərazisində çox az miqdarda deməli qışı quraq keçən mülayim isti iqlim tipinə rast gəlmək mümkündür. Yəni xəritəyə əsasən belə görünür. Burada bu yanlış cavab kimi götürülür. Biz də yanlış cavab kimi qəbul edək. 3. Mənbəyini Dağlıq Şirvan fiziki coğrafi rayonundan götürən bütün çaylar Kür hövzəsinə aiddir. Bu yanlışdır. Dağlıq Şirvandan mənbəyini götürən Pir Saat, Sumqayıt və s. çaylar var ki, onlar Kürə yox, bol rütubətli sulu dövrlərində birbaşa Xəzər dənizinə tökülürlər. Quraq vaxtlarda isə quruyaraq mənsəblərinə çatmırlar. 3 də yanlış cavabdır. 4. Gəncə və Günnüt Qapıcıq fiziki coğrafi rayonlarında uçqun mənşəli göllər var. Bu doğrudur. Gəncədə məsələn Göygölü misal göstərə bilərik. Günnüt Qapıcıqda isə Batabat gölünü uçqun mənşəli göllərə misal göstərmək olar. 4 doğru olur. 5. Qonaqkənd fiziki coğrafi rayonunda dağ, meşə və dağ çəmən landşaftı müşahidə olunur. Bu doğru fikirdir. Çünki Qonaqkənddə dağ, meşə və dağ çəmən landşaftları yüksəyə doğru qalxdıqca bir-birini əvəz edir. 5 də doğru olur. 6. Küdrü Şirvan fiziki coğrafi rayonunda abrazyon mənşəli relyef formalarına rast gəlinir. Abrazyon mənşəli relyef formaları dəniz sahili ərazilərdə görülür. Küdrü Şirvan fiziki coğrafi rayonu isə dəniz sahili mövqeyə malik deyil. Ona görə 6-cı bənddə yanlışdır. Sualın doğru cavabı 1, 4, 5 C variantı olar. Sualların izahı bu qədər. Sağ olun. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.